anamız Əhməd Bəyovaniyə Daxili İşlər Nazirliyinin Xüsusi Sayılı Polisinin qarşısında həkim Verginov vəzifəsində işləyir. Hal-hazırda analıq məsuliyyətindədir. Polisinin kongresi anamızı incidib təhqir edirdi. Ona sataşırdı. Atamız Emin Əhməd Bəyov onun ailəmizin şərəf və namusunu qoruyub saxlamaq üçün anamızı müdafiə edilmişdir. Buna görə də onu şərəyə sürməyə salmışlar. Məktəbdə müəllimlərimiz bizə hüquqi dövlətdə yaşadığımızı deyirlər. Əgər bu belədirsə, nə üçün anamızın və ailəmizin hüquqları bu dövlətdə tapdalanır? Bizə bu günə kimi üzrkən qulaq asıb şikayətlərimizi qəbul edib kömək etmək istəmir. Atamızın günahı yoxdur. O anamızın və ailəmizin şərəf və namusunu qoruyub saxladığı hüquqlarını müdafiə etdik. Düzgün danışır. Ну, чего взяли? Попади его, подожди, попади его, наверное. Иди,